Herkese salamlayıram kanalımda. Hoş geldiniz kanalıma ve bugünkü videonu belə bir güzel yeməkdən başlamaq istəyirəm. Bacım gil gəlmişdi ailəlikcə bizə və əvvəlcədən danışmışdıq ki, mantı pişirək, yeyək. Nəsə ürəyimizə mantı düşmüşdü. Mən isə çoxdandır video çəkmirdim çünki biraz problemlərim çıxmışdı. Mənim kameram xarab olmuşdu, ona görə biraz çok fasilə verdim. İnşallah bundan sonra tez-tez çəkəcəm sizin üçün. Bu isə sabahsı gündür və burada mən bir neçə yemək bişirməyə qərar gəlmişəm və indi gördüyünüz pizza üçün xəmir düzəldirəm və bunun üçün süd götürmüşəm ilıq, biraz droş, şəkər tozu və duz. Bunları hamısını qarışdırıb bir 15 dəqiqə saxlayacağım. Sonradan isə xəmir yoğuracağım. Biraz gözləndən sonra droş sütdə açılandan sonra bura 2 yumurta əlavə edirik və un əlavə edib başlayırıq xəmir yoğurmağa. Mən əvvəl biraz qaşıqla qarışdırıram, sonra isə əllə yoğuracağım. Və qoyuruq xəmiri dincəlməyə. Bu xəmiri qoyuram dincəlməyə və başlayıram qoğal üçün xəmir yoğurmağa. Deməli qızlar, burada 2 xörək qaşığı un, 1 xörək qaşığı şəkər və 1 xörək qaşığı mayadır. İndi burada mən biraz süd əlavə edəcəm, ilıq süd və saxlayacağım. Mən bunu burada eləyəndə gördüm ki, bayırdan geçən səslər gəlir və çıxdım sizin üçün də biraz çəkim. Allah xoşbəxt eləsin, bütün subaylar üçün olsun. Mən isə davam edirəm xəmiri. İndi bayaq etdiyimizi tökürük onun üstünə. Üstünə bir qaşıq sirkə əlavə edirik və bir qaşıq duz əlavə edirik. Biraz da sarı kök əlavə edib və üstünə kərə yağını tökürük və başlayırıq xəmir yoğurmağa. Xəmiri isə süddə yoğururuq. Тили-тили тесто, жених и невеста. Ты хотела помощи, вот ты наткнулась на нее. А почему вот это, а? Чтобы закрыть. Artıq bu işlərimi görənə kimi xəmir hazır oldu, pizza xəmiri və indi başlayacağım pizza bişirməyə. Она же была такая, мама. Amma əvvəl istəyirəm qoğalın da içliyini düzəldim. Qoğalın içliyinə yenə də kərə yağı əlavə edirik, 2 yumurta əlavə edirik və həmişəki kimi ədviyyatlar və un. Тебе помогать. На секунду сюда иди, да уже. А почему? Это тоже помоги, все. Кому помогать? Кому? Стопай немножко. Немножко. Еще немножко. Классно, да? Нужна теперь. Подожди, ты будешь мне истет и соль. Еще немножко, Альбина. Скажи, да пусть кулер поменяет. Ой, Коля. Еще.
Насыпай. Иди быстро, Саша. Пап, курил, поменяй. Может, это испортится. А что закончилось? Дай соль. Соль. Перец из зеленой штуки взять? Да, принеси его. Дай перец и зеленый. На, еще возьми. Gördüyünüz kimi həm qızım, həm də balaca oğlum mənə kömək edir. Ən çox mənə köməklik etmək istəyən balaca oğlumdur. Hər şeyi özü etmək istəyir. Və dediyim kimi bugün çox şeylər bişirəcəm. İndi isə istəyirəm keks bişirim. Çox dadlı bir resept tapmışam. Birinci dəfə bişirirəm. Baxaq görək necə olacaq. Deməli bu keks üçün biz süd qatırıq 1 stəkan, 1 stəkan duru yağ qatırıq. 1 stəkan da şəkər tozu əlavə edirik və bunları hamısını yaxşı-yaxşı qarışdırırıq və üzərinə kakao əlavə edirik. 1-3-4 qaşıq. Масло берем. Спасибо. Теперь все перемешивай. Dört kaşık da kakao attık bura. İndi yaxşı-yaxşı qarışdırırıq. Və bundan 300 ml ayıracağıq. Baxın qızlar, deməli 300 ml-sini bura mən tökdüm, qalanı qaldı burada. İndi bura un əlavə edirik. Davay добавляй. Vanilin və şəkər tozu və 2 yumurta. Ладно, я... На это тоже добавь. Это закончился. Да, это мы выбросим. На, давай. Если- Deməli burada baxın, un var 1 stəkan və qabartmanın vanilin. На. Теперь я перемешаю. Və 2 dənə də yumurta əlavə edəcəyik bura. Və 2 yumurta. İndi hamısını qarışdırırıq. Načinaj. Yaxşı-yaxşı da Načinaj. načinay. Bu mənim böyük köməkçimdir. Heç nəyi mənə eləməyə qoymur. Ona görə vermişim ki, bunu, bu keksi şəxsən özü eləsin. Ağır olsa da inanmazsınız. Ağır olsa da deyir ki, yox eləyəcəm. Geri çəkilmir. Mütləq, prinsipialni uşaqdır. Belə formam var qızlar. 20-nin 20-yə. İndi onu hamısını tökəcək bu formaya. Və 180 dərəcədə qoyuruq sobaya. Qızlar, artıq keks hazırdır. Qalmışdı bizdə. Onu da bura əlavə. Мам, а еще рыбой канале. Qaynar əlavə edirik qızlar. Qaynar. Хорошо. Я услышала. Qaynar əlavə etdik və qaynar bunu kəsirik. Çünki bu üstündən tökdüyümüz şokoladlı sirop içinə hopsun. Qızlar, çox dadlıdır. Çox. Elə bir restoranlardakı desertlara oxşayır. Adamın ağzında əriyir. Bu isə pizzadır. Pizzanı həmişəki kimi balaca yaydım, qoydum və üstünə istədiyim ərzaqları əlavə etdim və ən sonunda da pendirlə bağladım. Artıq qoğalım xəmiri də gəldi. İndi isə başlayacağım onu da bişirməyə. Да. Ой. Bu da pizzalarım artıq bişib hazırdır. Çox yumuşaq və çox dadlı alınır. Sadəcə olaraq mənim pendirim biraz o qədər də pizzalıq olmadığından görüntü bəlkə də biraz o qədər də xoşa gələn olmadı. Bu isə yaydığım qoğallar üçün xəmirdir. Balaca köməkçim də həmişəki kimi özü üçün burada nəsə bişirir.
Novruz bayramına çox qalsa da nəsə mənim ürəyimə qoğal düşmüşdü. Ona görə fikirləşdim ki, bişirim. Həm uşaqlar üçün, həm də özüm xoşlayıram səhər qoğalla çay içim. Belə də zavtraq eləmiş olum. Gördüyünüz kimi qoğalları uca sobaya da qoydum. Belə alındı. İndi isə sizə hazır vəziyyətində göstərəcəm. Mənim isə ilk 2 uşağım, ikisi də noyabrdadır. Oğlumun ad günü 5 idi keçdi. Bu isə qızımın ad günüdür. Buna isə biz deyəndə ki, bacımın qızları belə hədiyyə etdilər, sürpriz etdilər, tort gətirdilər və üfürməyə onu çağırdılar və gördüyünüz kimi onun üçün çox xoş oldu. Bu isə artıq başqa bir gündəndir qızlar və səhəri belə başladım. Balacam getmişdi atası ilə həyətdə gəzməyə. O biri uşaqlarım da hərəsi öz işinlə məşğul idi. Evdə heç kəs yox idi və gördüyünüz kimi mən də yoqadan başladım. Belə qərara gəlmişəm ki, hər gün yoqadan başlayım. Çünki bu çox xeyirlidir və istəyirəm bunu bir vərdişə çevirim. Çünki axırıncı vaxtları tam bütün günümü işə sərf etdiyimdən gəzməyə, nəsə bir aktiv iş görməyə vaxt olmur. Ona görə də hiss edirəm ki, necə mənim orqanizmimdə dəyişikliklər baş verir. Ona görə istəyirəm ki, yoqayla məşğul olum. Mənim bu növ idman çox xoşuma gəlir və ona görə fikirləşdim ki, bunu adi bir priviçka halına çevirim ki, tam yadımdan çıxartmayıb hər gün bununla məşğul ola bilim. Və bunu bitirən kimi başlayıram evləri yığışdırmağa. Hələ ki evdə heç kəs yoxdur. Bu fürsətdən istəyirəm tam istifadə edim. Burada isə istəyirəm sizə göstərim qızlar. Deməli, mənim oğlumun yanvarda 4 yaşı olacaq və 1,5 il olar ki, kitabları çox xoşlayır. Adətən elə belə rənglərinə baxırdı, şəkillərinə baxırdı və orada başa düşürdü. Amma indi isə xoşlayır ki, onun üçün oxuyaq və hər axşam bu kitabları onun üçün oxuyuram, nağıl oxuyuram və az ondan o kitabı göstərmişdim sizə. İçində hər şey var, ensiklopediyada. Onu da deməli hər axşam oxuyuram onun üçün və beləliklə çox şey bilmiş olur və nitqi də daha yaxşı inkişaf etmiş olur və nağılları da çox sevir, qulaq asmağa bacarır və özü də onlara danışır. Mən isə buraları yığışdıranda yoqanı söndürüb öz sevimli blogerimi yandırmışam. Bu Koreyanın blogeridir və o da ev işlərini edir, yemək bişirir, uşağını biraz göstərir və çox xoşlayıram bu tip videoları. Onu yandırmışam televizordan, ona baxa-baxa özüm də başladım. Gördüyünüz kimi yığışdırmağa və süfrəmi nəhayət ki dəyişdim. Bu süfrə ütülənib, sadəcə olaraq qatlanıb qalıb deyənə biraz qatlarında qırışları var. Və istəyirəm ki, ortaya belə bir gözəl vaza qoyum. Bu vazanı bizə Rusiyadan hədiyyə etmişlər. Əl işidir, çox gözəl bir 2 mərtəbəli belə vazadır. Və keçirəm divanın üstünə. İstəyirəm ki, buradakı paduşkaların üzlərini yuyum və divanı da biraz plisoslayıram. Bizdə 2 dənə pişik olduğundan hərdən götürürəm və belə roliklə divanın üstündən keçirəm ki, pişiklərin tükləri də qalmasın.
Burada isə plintusları götürüb salfetkaları ayrıca sivirəm. Çünki ağ plintuslardır, üstü tozlanır. Gördüyünüz kimi bir balaca yeri siləndə nə qədər salfetka çirkli oldu və ona görə bunları ayrıca bütün plintusları əlinə sivirəm. Sonradan isə yeri siləcəm. Beləcə qonaq otağı artıq hazırdır. İndi isə mən keçəcəm koridora və gördüyünüz kimi qonaq otağı təmiz oldu. Çox xoşlayıram. Tezəcə yığışdırandan sonra otaqda oturum və nəfəs alım, çünki çox mənə elə gəlir ki, hava belə təmiz oldu. Bu isə bu stolikdakini gördüyünüz kimi hələ də toxuyub bitmədi. Bir raketimdir, hansını ki toxuyuram, amma vaxt tapıb qutara bilmirəm. Mən isə keçirəm koridora. Koridorda isə belə bir vaza qoydum. Fikirləşdim ki, bu rəsmdən yaxşı tutar. Bunu qoymağa yer tapmırdım. Ona görə fikirləşdim ki, burada tam yeri olar. Mən isə indi başlayacağım bu həmişəki kimi köçdüyümüz koridoru, köçən koridorumuzu yığışdırım. Tozları götürəndən sonra istedim ki, biraz havada bir gözəl qoxu gəlsin. Ona görə bu opium iyisi olan çubuğu yandıracağım indi və bütün evlər bunun qoxusuyla dolacaq. Ümumiyyətlə mən çox xoşlayıram ki, evə gələndə kimsə gözəl qoxu gəlsin və gördüyünüz bu mavi belə mayəni deməli Rossmanndan almışdım. 2 dənə almışdım. Biri hamam otağının, biri də bu koridorda qoymuşum. Çox gözəl sveji ətri var, amma buna baxmayaraq bugün fikirləşdim ki, qoyub bir dənə də bundan yandırım. Mən isə həmişəki kimi keçdim balkona. Bugün balkonu birinci yığışdırıram. Sonra isə keçəcəm kuxnyaya və həmişəki kimi burada konservalar və turşular, varinalar, belə bir şeylər burada hamısı yığılıb. Onların üstündəki tozunu götürürəm. Burada balaca bir dənə staleşnicam var, stol üstü. Onu da istəyirəm silim və bundan sonra
istəyirəm bu balkonun yerində silim ki, burada təmiz olsun. Çox xoşlayıram ki, bayırda olmağına baxmayaraq, həmişə toz olmağına baxmayaraq xoşlayıram ki, burada təmiz qalsın. Və dediyim kimi keçirəm mətbəxə. Mətbəx səhər yeməklərindən sonra uçur. Uşaqlar dediyim kimi evdə yoxdur heç kəs və hər şey necə var idi elə qalmışdı. Mən isə getmişdim. Gördüyünüz kimi qonaq otağından başlayırdım. Ona görə buralar belə qalmışdı. İndi isə istəyirəm buranı da tez bazar qəşəng yığışdırım. Kabları qoydum yumağa qızlar. Bu arada mənim deməli zaryadkam bitmişdi deyənə, ona görə qalanı kuxnanı yığışdırmağını çəkə bilmədim və indi isə zaryadkanı toplayandan sonra keçdim hamam otağına. Burada həmişəki kimi bu rakovinanı yuram, rakovinanın qıraqlarını yuram. Mən demək olar ki, bu hamam otağını bir gündən biri yığışdırıram, çünki siz də bilmiyorum. Bizdə isə həmişə bura çox kirli olur. Uşaqlar var, pişiklər var, ona görə bura mütləq bir gündən biri yığışdırılır, dezinfeksiya olunur. Başqa cür mən dözə bilmirəm. Və ən sonunda da şvabra ilə bu yeri belə silirəm. Bugün bunu şvabra ilə edirəm, çünki bu yaxınlarda əllə gözəl silmişdim və ən sonunda da buranı da silirəm. Burada da toz olur. Ona görə buranı da silib bura yeni dəsmal asacağım. Və qızlar hamamda gördüyünüz kimi 2 dənə bundan var idi. Altında isə onların altında belə taxtadan altlıq var idi. Məndə biraz sap qalmışdı və bunu altlıq olmadan belə yumru bir formada toxudum. Üstünü belə bassaq altı özü-özünə dayanacaq, düzələcək. Və bunun isə içinə istəyirəm ki, karandaşlarımı, tuşlarımı, belə bir şeylərimi yığım və deyim ki, sizə belə ayrı-ayrı bunlara yığandan sonra çox rahat tapmaq olur hər şeyi və çox rahat səhər özümü gözəl bəzədə bilirəm.
Beləliklə gördüyünüz kimi çox gözəl görünür. 3 dənə eyni rəngdə, eyni səbətlər və burada isə belə. Hələ ki bu polkalarımı tam istədiyim kimi düzəltməmişəm, amma hər dəfə vaxtım olanda yavaş-yavaş nələrsə bura edirəm. Kızlar, bu isə mənim Faberlic-imdən sifarişlərimdir. Həmişəki kimi bu spreyi aldım saç üçün, termo zaşita. Belə bir duş geli mənə hədiyyə etdilər və bu dəfə burada skitkalar olduğundan, indirimlər olduğundan bir neçə şampun aldım. Buranın şampunları çox xoşuma gəlir, ancaq bunlardan başlamıram və özümə, bacıma belə sifariş edirəm. Gördüğünüz gibi şimdi göstereceğim ne kadar məhsul almışam və cəmi bunların 3 manat vermişəm. Bu isə quru şampundur. Bizim çox xoşlar istifadə edir. Deməli bu isə ayaq üçün kremdir. Yenə burada. Bu da ayaq üçün kremdir. Ama bu deməli ayaqdan pis qoxu gəlməsin deyə. Ayaq üçün kremdir. 2 dənə bu dəfə duş aldım. Faberlic'dən belə. Bunlar indirimdə idi deyəni aldım. Çox ucuz qiymətə düşdü. Qoxuları çox xoşuma gəldi. Sadəcə olaraq bir damcı qalıcılığı mənə elə gəlir ki, azdır. Bu isə bunlarda saç üçün sıvırıtqalardır. Bunlarda bir dəfə almışam. İndi bunları da deməli prob edib sizə deyəcəm necədirsə. Və belə bir əl üçün sabun aldım qoxumaq üçün. Əlimdən soğan isi, balın isi gəlirsə qoxumayla kimi heç bir gəlmir qızlar. Çox gözəl bir şeydir. Və baxın, bu qədər şey aldım cəmi gibi. Bunların hamısına 33 manat pul ödədim. Məncə çox sərfəli oldu və mən ona görə də buradan sifariş edirəm. Və həm də ki keyfiyyəti də çox xoşuma gəlir. Biz isə qızlar həmişəki kimi həftə sonu getdik öz kənd yerimizə və gördüyünüz kimi ağacların altını təmizləyirik və bu dəfə tək gəlməmişik. Həm bacım, həm də onun rəfiqəsi, onları da gətirmişəm, onları da işlədirəm. Yox, bu bir zarafatdır. Sadəcə olaraq mənə köməklik edirlər və məcburiyyət deyildi. Öz istəkləri ilə eləyirdilər, amma çox sağ olsunlar, çox kömək etdilər. Və çox ağac altını təmizlədik, payız işlərini demək olar ki, ağaclarla bitirdik və çox gözəl bağımız təmiz oldu. Gördüyünüz kimi belə ağacın altını təmizləyirik və bu ağaclarda çox sarmaşıqlar var, fındıq ağaclarıdır və ona görə bunları hamısını təmizləyirik. Bizdən qabaq buranı o qədər gözəl bura qulluq etmirdilər. Sadəcə olaraq fındıqları yığıb gedirdilər. Amma biz öz yerimiz olduğundan, burada ev tikmək istədiyimizdən və həmişə burada olacaq deyənə istəyirəm ki, bura çox təmiz, gözəl, səliqəli olsun və bu il bunu edə bildik. Biraz işlərimiz qalıb, onları da inşallah gələn həftə gəlib edəcəyik. Bağımızda hava qaralığını işlədik və gələndə özümüz üçün bir belə saç üstü qızartdıq və biraz istirahət etdik. Это сними. Можно это тоже сфотографировать, а вот это просто документальный фильм. Вот как она технично начинает с центра. Она обволакивает маской. Анестезия. Смотри. О, вот так вот. И все. Барашек ушел в реанимацию. Это барашек был? Да. Ага, теперь руку бери. Bizim torbamız специально
biraz burada как это называется? Костер, как называется? Костер, как называется? Костер, как называется? Yok, alov. Alov görünsün diye. Yani görürsünüz spesialne turba. Bu isə qızlar səhərsi gündür. Rozmarin gördüm, qonşuda rozmarin var və tez getdim ondan aldım, gəldim. İstəyirəm öz bağımızda da əkək. Bu isə xurmalardır öz ağacımızdan. Onları da yığmışıq. İndi isə bu rozmarini aparıb öz yerimizdə əkəcəyik bunları da. Bir dənə baxın bu qazlar nə gözəl bizim yerimizdə gəzirlər. Bu qonşunun qazlarıdır, amma gəlib bizim yerimizdə özləri üçün otarırlar. Və biz isə bura gəldik ki, bu rozmarin ağacını da bir dəfə də əkək. Burada bizim üçün indidən nə xoşuma gəlirsə onları gətirirəm. Yerimizdə əkirəm ki, biz bura köçənəcən deyəndə ki, tam köçmürük qızlar burada. Biz ancaq tətillərdə, yayda belə qalacaq istirahət üçün. Bu isə gördüyünüz kimi burada göbələkdə tapmışam yerdə ağacın altında və biraz təmizlik işlərimiz qalmışdı. Dediyim kimi onu da gəldik səhər tezdən gözəl təmizlədik ki, bugün Bakıya çıxacağıq artıq ona görə. Biz isə artıq evimizdəyik qızlar və gətirdiyim rozmarinin bəzi budaqlarını kəsmişdim ki, gətirib burada evdə qurudum və istədiyim yeməklərə onu əlavə edim. Mən istədiyim ki, bu satışdakı rozmarinlərdən heç oxşamır onlara, belə deyim. Çünki çox qoxusu var. Rozmarinin elə bil ki, bütün harda qoyursan o otaq bütün rozmarin qoxusundan otağı bütün bürüyür və çox belə dəhşət izi var. Qurudandan sonra da burada görəcəksiniz mən necə quruduram. Əvvəl bunları yuyuram, süzgəcdə saxlayacağam ki, biraz suyu süzülsün və sonradan bunları mənim aparatım var qurutmaq üçün, onun içinə qoyacağam, qurudacağam və sonra da bir bankaya yığacağam. Və gördüyünüz kimi burada yuyuram və bir-biri budaqlarını kəsib süzgəcin içinə toplayıram ki, orada biraz suları süzülsün. Və belə bir aparatım var, hansı ki bir neçə mərtəbədir və hər şeyi burada qurutmaq olur. Bunun içinə qoyub quruduram ki, gözəl qurusun. Sizə isə təşəkkürlərimi bildirirəm ki, sonacan məni izlədiniz, sonacan mənimlə olduğunuz üçün. Əgər bu video sizin xoşunuza gəldiysə, məni like elə və abunə olmaqla dəstəkləməyi unutmayın. Çox təşəkkür edirəm hər biriniz.